bugün Glow Recipe brendinin bu serumunu yoxlayacağıq. Üzə ekstra parıltı verir və hətta bunu highlighter kimi də istifadə etmək olur. Məndə bunun mini versiyası var idi. Onu da Sephora'dan sifariş verildi, Sephora Amerikadan. Ad gün hədiyyəsi kimi 2 il təqribən əvvəl mən götürmüşdüm bunu. Bunu isə Amerikadan almışdım. Ora gedən kimi əlbəttə ki, Sephora'ya girməmək olmaz və $200 yaxın məhsul aldığım yadımdadır, hətta daha çox da ola bilər. Onun videosunu mən 5-6 ay əvvəl çəkib qoymuşdum. TikTokumda var idi, nələr almışam. Bunu mən orada almışdım, hələ də açmamışam. Çünki bu serumu bitirməyə çalışırdım. Anuanın istəmirdim ki, açayım sonra ikisini birdən istifadə edeyim. Məncə çox estetik bir bağlaması var. Çox belə cute görünür. Gəlin üzümə necə vurum. Gəlin mən bir iki dənə hop. Məncə bu qədər, biraz daha çox ola bilər. Və sizə deyim ki, məndə bunun ekstra mini versiyası var idi və mən onu bir iki ay falan istifadə eləmişdim və demək olar ki, hər gün istifadə edirdim. Çox amma mini idi də, yəni ona görə necə deyim, gec bitən bir məhsul olmalıdır. Mən elə xatırlayıram. Üzüm də elə səpkilidir, bunun içində də niasinamid var. Niasinamid də belə səpkilərə falan qarşı olmalıydı, səhv etmirəmsə. Çünki bundan əvvəl istifadə etdiyim bu Anua serumu, onun içində də niasinamid var idi və onun təsirləri var, belə üz səpkilərinə falan. İndi sizə üzümün daha yaxından olan halını göstərəcəm. Periyodum təzə qutarıb deyə biraz səpkiliyəm, amma yenə də istərim. Əsas mənə hal-hazırda onun üzü nəmləndirməsini sizə çatdırmaqdır. Dedim sizə bu otaq işığında da göstərim. Sizcə üzüm parıldayırmı? Bəzən ciddən vaxtım olmur və sadəcə üzümü nəmləndirib evdən çıxmaq istəyirəm. Günəş kremi və nəmləndirici. Ona görə mənə belə məhsullar hal-hazırda sərf eləyirlər. Əgər dərsim səhər saatlarında və tezdirsə, mən heç bir makyaj eləmədən evdən çıxıram normalda. Yəni mən bu məhsula məncə bir 7-yə 8 verərəm, çünki üzümü ciddən parıltılı göstərdi. Əsas o işini gördüm. Yəni glow elədi mənə, glow. 20 neçə evro olmalıydı, səhv etmirəmsə, $20 neçə. Hamınızı öpürəm. Sağ olun.